Əzələlər və sümüklər bizi ayaqda saxlayan, hərəkətə gətirən, həyatımıza güc və dayaq verən görünməz bir orkestr kimidir. Amma bəzən bu orkestr səssizcə pozulur. Ağrılar başlayır. Həyatımıza səssizcə daxil olan, gecələr yuxumuzu qaçıran, gündüzləri isə yorğunluq verən xroniki əzələ skelet ağrıları bizimlə birlikdə yaşamağa başlayır. Son vaxtlar bədənimizdə olan ağrılar daha da artmaqdadır. Bugün dünyada milyonlarla insan bel, ayaq, çiyin, boyun ağrılarından əziyyət çəkir. Bəs sümük əzələ sistemimiz niyə daşıdığı yükdən şikayət edir? Bu ağrılar hardan qaynaqlanır? Gəlin bunu araşdıraq. Əzələ ağrısı əzələ liflərinin mikroskopik səviyyədə zədələnməsi ilə başlayır. Əzələlərimiz işlədikcə hüceyrələr enerji sərf edir. Amma bu enerji sərfiyyatı qeyri-düzgün və ya həddindən artıq olarsa, əzələlər zədələnir. Bu zaman əzələ daxilində kiçik cırılmalar və iltihabi reaksiya meydana gəlir. Şişkinlik, istilik və ağrı. Bunlar bədənin siqnalları. Xroniki əzələ skelet ağrıları müvəqqəti bir travmadan fərqlənir. Həftələrlə, aylarla, bəzən illərlə davam edə bilir. Bu ağrıların səbəbini aşkar etmək isə təəssüf ki, elə də asan olmur. Ağrılar bir çox səbəbdən qaynaqlanır. Duruş pozğunluqları, psixoloji stres və gərginlik, hərəkətsizlik və ya çox oturma, həddindən artıq fiziki yüklənmə, keçirilmiş travmalar, iltihabi proseslər, yəni polimiyazit, artrit, revmatik xəstəliklər, bruselyoz kimi infeksiyon xəstəliklər, xüsusilə xroniki bruselyoz, uzun müddətli əzələ oynaq ağrılarına səbəb olmaqla bezdirici xarakterdədir. Bruselyozla əlaqəli kanalımda ayrıca video var. Xroniki xəstəliklər, fibromiyalgiya, artrozlar, test yırtıqları. Bunlar da ağrının əsas səbəblərindən biridir. Bəzən ağrı yalnız fiziki deyil, zehinsel bir reaksiyadır. Stres altında olan bədən davamlı gərginlik vəziyyətində qalır. Bu isə zamanla ağrının daimi hal almasına səbəb olur. Ağrının müalicəsi onun arxasında yatan səbəbkar faktoru tapıb aradan qaldırmaqla olur. Əks halda müalicə effektsiz olur və ağrıyan şəxs ağrıkəsicilərdən asılı hala gəlir. Artıq ağrı ilə mübarizə təkcə dərmanlarla yox, bütüncül yanaşmalarla aparılır. Fizioterapiya, uyğun məşqlər, balanslı qidalanma, stresin idarə olunması və bədənin düzgün hərəkəti. Bunların hamısı bir sistem kimi işləyir. Dərman müalicəsinə gəldikdə isə ağrı kəsici, iltihab əleyhinə və əzələ spazmını aradan qaldırmaqla rahatlamaya səbəb olan həblər, iynələr və mazlar istifadə oluna bilər. Əgər əzələ ağrısına səbəb olan spesifik bir prosesdirsə, həmin xəstəliyə qarşı səbəbə yönəlik müalicə başlanılır. Unutmayaq, ağrı bədənimizin bizə nəsə deməyə çalışdığının bir işarəsidir. Bu siqnalı dinləmək, başa düşmək və düzgün addımlarla cavab vermək sağlam həyata atılan ən önəmli addımdır.